Bəli dostlar, biz artıq mağazamızı açmışıq və bununla da fəaliyyətə başlaya bilərik. İlk öncə özümüzə uyğun işləyəcəyimiz sektoru seçirik. Hansı ki biz bu sektor üzrə özümüzü həm işə bitirə bilərik, həm də müştəriyə məhsulumuzu daha rahat şəkildə izah edə bilərik və artıq sifarişimizi yenə yetirmək mümkün olacaq. Məsələn, AZ kateqoriyasını götürdük, sonra keçirik məhsul tapmağa. Bunun üçün Sədərək, Binə, Apşın ticarət mərkəzi kimi topdan satış yerləri ilə əlaqə saxlayırıq. Qiymətləri öyrənirik. Məsləhətim odur ki, bir yox, bir neçə mağaza ilə razılaşın. Həm qiymət yaxşı olar, həm də ki, çeşid çox olar. Daha sonra məhsulun şəklini, izahını və qiymətini MyBid-ə əlavə edirsiniz. Əlavə qaydalarınız varsa, məsələn, geri qaytarma, çatdırılma, onları da oraya yazırsınız. Vəssalam, bu qədər bəsit. Göndərirsiniz təsdiqə, adətən 1 saat təsdiqlənir və məhsulun satışa tam hazır olur. Yəni, belə baxanda proses tam sadədir. Sadəcə düzgün seçim, düzgün təsvir, biraz da səbir lazımdır. Hamıya uğurlar.